Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun rəhbərliyi və hökumət üzvlərinin iştirakı ilə 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonraki 3 il üçün icmal büdcənin göstəriciləri, həmçinin 2026-cı il və növbəti 3 il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə həsr olunan geniş iclas keçirilib. Büdcə sistemi haqqında qanuna müvafiq olaraq 2026-cı il dövlət və icmal büdcə layihələri və növbəti 3 il üçün icmal büdcənin göstəriciləri, həmçinin 2026-cı il və növbəti 3 il üzrə sosial-iqtisadi inkişaf proqnozlarını aidiyyatı qurumlar hökumətə təqdim edib. Baş nazir Əli Əsədov növbəti ilin dövlət büdcəsi layihəsinin əsas göstəriciləri barədə ətraflı məlumat verib. İclasda Maliyyə naziri Sahil Babayevin, İqtisadiyyat naziri Mikayıl Cabbarovun və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyevin müvafiq büdcə layihələri barədə məruzələri dinlənilib. Daha sonra baş nazir qarşıda duran əsas vəzifə və tapşırıqları iclas iştirakçılarının diqqətinə çatdırıb. İclasın yekununda söz gedən layihələrin büdcə sistemi haqqında qanunun 12-ci maddəsində nəzərdə tutulmuş sənədlərlə birlikdə prezidentə təqdim edilməsi barədə qərar qəbul edilib.